Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsində 9 mərtəbəli binada 3-cü mərtəbəsində orta blok, orta mərtəbə Leningrad yer çəkən bir mənzil təqdim edəcəm. Mənzilimiz qanuni 4 otaqlıdır. Mənzilin giriş qapısı, girişdən girişdə mənzilimizin yataq otağıdır. Burası yataq otağı, bura mənzilin digər yataq otağı, 3-cü yataq otağı. Bura isə mənzilin qonaq otağıdır dəyərli izləyicilər. Bura mənzilimizin mətbəx hissəsi, sanitar qovşaqları və sanuzeli ayrı-ayrıdır. Dəhliz hissəsidir bura mənzilin. Mənzilimizin sanitar qovşağıdır. Uzun müddətli mənzil kirayədə olub. Mənzilin təmir ehtiyacı var. Kosmetik cəhətdən təmir olunmalıdır. Görürsünüz izləyicilər. Sanuzeli bura mənzilin mətbəx hissəsidir. Burada eyvan qatılıb. Bura isə az sonra sizə göstərəcəm. Mənzilin qonaq otağından olan eyvanına çıxışdır. Bura mənzilimizin qonaq otağıdır. Az əvvəl göstərdiyim qapıdır. İşıqlandırmasında problem olduğuna görə qaranlıqdır balkonlar. Giriş qapısından girdikdə isə mənzilimizin bir yataq otağıdır. Mənzilin digər yataq otağı. Buradan eyvana çıxış var əziz izləyicilərim. Görürsünüz geniş bir eyvanımız var. Leningrad proyektli bir mənzildir. Qanuni 4 otaqdır. Bura mənzilimizin digər yataq otağı, yəni 3-cü yataq otağı. Əvvəldən yığılma şkafdır. Böyle bir əşyalar var. Buranın qapısını açaq. Açıq eyvanı göstərim sizə. Bura isə mənzilin açıq eyvanıdır əziz izləyicilər. Digər eyvanların hər biri bağlanıb. Bu eyvan isə açıq qalıb. Açıq saxlayıblar. Ətraflı məlumat üçün səhifədəki nömrəyə əlaqə saxlaya bilərsiniz əziz izləyicilər.